Göyçay rayon Burkan sakini Şəfiyev Azad Məhəmmədoğlu'nun ayın 5'inde, yanvar ayın 5'inde mənim məhkəməyə çağırdırdı. Getmişəm deyir ki, filan kəsov İsmailov başladım, güya mən torpağın ölçəməyinə məşətçilik eləmişəm. Naniyəçilik öyrətmişəm. Amma heç bir orada getmişəm, 5'i bir getmişəm, yanvar ayın 31 bir getmişəm məhkəməyə. Hərdən iddia icazəsi verəndə deyir ki, yox, mən ona öz yolumu qoyub, onların yoluna çıxmaq istəyirəm. Özlərinin de geniş yolu var, özünüz gördüyünüz kimi rahat yeri var. 60-cı ildən onların yolu oradan olub. 2 dənə evləri var həyətdə. Deyir ki, onlar bura gələndə onların cəmi 12 sot torpaqlı olur. İsmailov Rəşad Söyünoğlu. Gedib məndən şikayət edirlər. 3-cü dəfə məhkəmə edəndə təzən qardaşını öz girdi məhkəməyə, yenə işi dağıldı. İndi bir təzən iş uzanıb, ayın 14-də bir də mənim məhkəməyə çağırdı. Mənə ki, 4-də məhkəməyə gelib gəldim. Nə səbəbə görə? Mənim yolum dar, mənim yolumu qazıblar. Qəndəyə getirib deyib də yolum böyrünə. Wi-Fi xətti gəlib salınıb bura, yola çıxış yoxdur. Qəndək özünüz gördüyünüz kimi bütün hissələr hamısı uçub dağılıb. Qəndəyin beynəlliyin düzlüklər ay 2023'də də buranı yandırdı ya iyun ayında. Bacarmı, fövqəladə hallar, işıq idarəsi, hamısı gəlib tökülüşdü bura. Bu sahəni dedim yandırdı. Buradan da yanığı gələndə burada yala olursa mənim evim hamısı yanmalıdır burada. Bunların fikir mənim. Təzədən 2021'də də şikayət olunub bunlardan. Yol saxdurumu dağılır, çıxar sular keçən turbaları söküblər. Sənin başındakı o həmən Raşotka dərvazanı sındırıblar. Filus'daki bu yol 70-ci ildən və 60-cı ildən öz şəxsim, atanın şəxsi vəsaitini öz şəxsə çəkilir. Öz şəxsi vəsaitimizdən çəkilir bu yolları. İndi də qoymurlar. İndi gündə mənə yaparlar, məhkəməyə gətirirlər. Məhkəməyə yapar gətirirlər ki, güya mən onlara nəsə məşətçilik eləmişəm. Biz özü çəksin, bizim yolumuzu əlimizdən alırlar. 3 ailə də burada. Şəfiyev Cümşid, rəhmətə getməmişdən eləmirlər. Şəfiyev Cümşid oğlu xəstədir, psixik xəstədir. Onun şan aparırlar vara bura. Xədə qorxu gəlirlər. Burada qardaşımın qapısıdır. 3 dənə ailə bu yoldan çıxır. Bu yoldan maşın çıxanda adam keçənmir yolun böyründən. İkinci bir maşın, özü də məsafəni görürsünüz. 120 metrə qədər tüpük məsələ. O düz yolu var, rahat yolu var. Asfalta çıxsın. 60 20 metr, 3-4 yerdən 120 metr onların torpaq sahəsi asfaltın qırağındadır. Oradan buranın asfalta çıxma imkanları var. Burası üstümüzə böhtan atırlar, bizi gəlirlər. Şəhərlə bizə hədə qorxu gəlirlər. Mənim özümə hədə qorxu gəlir, sənin maşının təkərinə dolayacaq, səni belə eləyəcək. Nalayıq söyüşlər söyləyir, 3 dəfə durba, çıxar su durba. Mən qazdım, bastırım, onlar çartlar. Ayın 2021'də şikayət eləmişəm, cənab prezidentə, Daxili İşlər Nazirliyinə, Respublika, heç kim şikayətimizə baxmır. Göyçay icra başçısını diləmişəm. Heç bir deyib, tədbir görür, tədbir gəlirlər, tədbir görmədiyinə yazıblar mənə. Güya ki, mənim çıxar suyun çıxan dörü bu. O pişik kənin yuxarıdan gələn sağış sulardır, başqalarının çıxar sulardır. Bu mənim həyətimin çıxar suyu yoxdur. Mən bu suyu haran aparım? Buradan belə bir yer var su aparmağa. Özü də bura buranı çəkir, fikir verin, maşın buradan çıxanda görünə görünür. Bax, fikir verin. Buradan çıxanda maşın üzə qəndəyə düşürüm. Yolum yoxdur qardaşım, imkan yoxdur, yaşayan bilmirəm. Bir başımalı mən çölə çıxardanmıram. Nobata sürənmir, sağmal saxlayanmırıq. Qapımıza qadın uşağı düşənmir, keşkət düşənmir, aşağı çıxanmır buna. Çıxıb durba çəpər, çəpərin üstü gedib yuxarıları baxmaq lazım, yollarına gidir. Qəndəyin üstünü təmizləyib, bütün ağaçlar gəlib qəndəyin üstünü. Bu qəndək nə qədər hara kim gəlir? Bu yolun eni nə qədər olmalı cəmi? Bu yolla qəndəyin arasında 3 metr, 4 metr tafot vardı. İndi artıq yoxdur bu. Bəli, qəndək qazıqlar gəlib çıxacaq yola. İndi gəlir ki, mən buraya yol açayım. İndi özünüz fikir verin. Bu 3 adam burada bu yoldan zulümlə çıxıb düşür. İkinci, mən maşın bura düşənmir. Mən burada sağlayım, sizə keçəcəm məzun. Bu işlərə bir də icra nümayəndəsi gəlmişdi. Buradan yalandan qapı gəlib. Gəldi, qapını ləğv etdirlər onlara. Dedilər ki, özünüzün yolu var, rüzunuz var. Öz yolunuzdan işləyin. Bunlar təzən icra nümayəndəsi. Bunlar bir də oranı o ışığı fikir verirsə, ışığa bax, xarə işin olur. 60-cı ildən evin işini, bax, oradan o şalmandan qardaş kəsib, o uşağın işini kəsib, evin işini, bir il işıqsız qoydu qardaşı. Gətirib deyibdən, baba şalman, baba bax, şununa bax, belə işıq çəkilir. Ağaçların arasını aparıb. 60-cı ildə evin çəkilən işini kəsib, gətirib buradan çalıb aparıblar. Mən xahiş edirəm ki, bu haqda bir tədbir möhtərəm rəhbərlər xahiş edirəm ki, bunlardan bizim bir şikayətimizə, xahişimizə baxsınlar.